Əla. Bu səbətimiz indi yığılacaq. Bu səbətimiz müştərimizin öz istəyinə görə. Səbət boşdur. Bax, indi bir dəqiqə müştəri nə istəyib, nə sifariş eləyib, onu da bu səbətə yığacaq. Bu bir dənə əmlik quzudur. Buna baxın, super. Səhər-səhər tezdən kəsilib. Buna bax, sirasın yağına bax. Super. Səhər-səhər tezdən kəsilib, əmlik quzudur. İndi bunun bir dənə böyrü başı, qanımanı təmizlənilir. Qəşəng qanımanı təmizləniləcək. Səbətə qoyulacaq bu quzu. İndi bir-bir yığılır, göstəririk, baxın. Quzu pükələndi, səliqəli cumuya pükələnib. Əmlik quzudur, 12 kiloluq. İndi bir-bir yığırıq, göstərə-göstərə. Kənd çolpaları qoyuldu, hinduşka qoyuldu. Hamısı da səliqəli cumulara pükələnib. Məhsul geçsin, keyfiyyəti çıxsın. Alt hissəsinə də bir 2-3 dənə buz qoymuşuq ki, ət məhsullarıdır. Qoy məhsul biraz keyfiyyətə geçsin, çıxsın. İndi bir-bir göstəririk, baxın. Ət məhsullarından sonra belə kağız salınır. Başqa ət məhsullarına maneçilik törətməsin deyən. Səbətin ətlərdən sonra belə bir kağız salınır. Sonra məhsullar yığılır. Deməli, nəhrə yağı qoyuldu, motal pendiri qoyuldu. Müştərimizin öz istəyinə görə döyüğasıdır, camış qatığıdır. Bastırma qoyulacaq. Bastırma da budur. Baxın, dana bastırmasıdır. Burada qəşəng, onu da skoçda gətir. Qəşəng bağla. Dana bastırması da qoyulacaq. Bu da bastırmadır. Səliqəli skoçlanıldı, qoyuldu. Bu müştərimizin öz seçiminə görə, öz istəyinə görə yığılıb. Müştərimiz nə sifariş eləyib, onu da yığmışıq. İndi qalan şeyləri də bir-bir yığırıq. Xaması qoyuldu. Xamanı da müştərimiz belə istəyib, altına buzlar qoymuşuq. Məhsul geçsin, keyfiyyəti çıxsın. Bu da Gəncə qaymağıdır. Bunda altına belə buzlar yığılıb ki, məhsul geçsin, keyfiyyəti çıxsın. Qaymaqdır, xamasıdır. Ancaq ət ağartı məhsulları istəyib müştərimiz. O qaydada da yığılır. Deməli, şanı balı da qoyuldu, dağ balı, səliqəli pükələnib qoyulub, kənd süzməsidir, nəhrə şorudur. Səliqəli də yığılıb hamısı, keyfiyyətdir. Bu səbətimiz, yəni ancaq belə deyək də, quzudur, çolpadır, hinduşkadır, bastırmadır, ağartıların hamısından qoyulub. Yəni müştərimiz bu qaydada istəyib, bu qaydada da yığılıb bu səbətimiz. İndi kənd yumurtası qoyulacaq, dağ çiçəkləri qoyulacaq. Deməli, keçi pendiri qoyuldu, qoyun pendiri qoyuldu. Müştərimizin öz istəyinə görə kənd yumurtaları qoyulub, qəşəng səliqəli pükələnib. Müalicəvi dağ çiçəkləri qoyuldu. Hamısından az-az, biraz yığılıb. Müalicəvi dağ çiçəkləri. Müştərimizin öz istəyinə görə yığılandı. Səbətin də böyüklüyü belədir, baxın. İndi qalan şeylər də var, onları da yığırıq. Yerli Gəncə limonu da qoyuldu, baxa bilərsiniz. Super. Yerli Gəncə limonu. Lavaşı qoyuldu. Ağ lavaşı, qara lavaşı, közdə pişən. Super. Bu da paxlavasıdır. Yox, paxlavan bu yüzdəndir. Bu da paxlavasıdır. Səliqəli dənə-dənə də yığılıb. Bu səbətimiz müştərimizin öz istəyinə görə yığılıb. Baxa bilərsiniz. Qəşəng dolu da səbət çıxdı. Ancaq ət, ağartı, yəni belə şeylər yığıldı səbətə. Müştərinin öz istəyinə görə. Gəncə göyərtisi də, Bollucada Gəncə göyərtisi qoyulur. Müştərimiz özü yemək göyərtiləri istəyir. Super. Yəni, müştərimizin bu öz istəyinə görə yığılan səbətimizi bağlayırıq. Birbaşa da müştərimizə təhvil veriləcək. Xeyirli olsun. Qəşəng. Xeyirli olsun. Yığıldı. Qəşəng dolu da səbət çıxdı. İnşallah müştəriyə göndərir geçsin. Gəncədən göndəririk Bakıya. Əla. 3 saat yarım, 4 saatda Bakıdadır. Xeyirli olsun.